Salam əziz valideynlər və şagirdlər. Bugün sizinlə birlikdə 6-cı sinif Azərbaycan dili iş dəftərini qaldığımız yerdən işləməyə başlayaq. İkinci hissədir, səhifə 55-də. O və bu əvəzliklərindən sonra vergül dərslik səhifə 84. Çalışma ada deyir ki, o və bu əvəzliklərinin mübtəda vəzifəsində işləndiyi cümlələri seçin. Mübtəda vəzifəsində işlənməyi üçün o və bu əvəzliklərinin kimlə suallarına cavab verməlidirlər. Birinci cümləmizdə o 15-ci əsrin ən məşhur naşiri idi. Kim? O. Burada artıq kim sualına cavab verdiyinə görə mübtədadır. İkinci cümləmizdə bu bizim iş planımızdır. Nə bizim iş planımızdır? Bu. Bu da artıq mübtədadır. 3-də artıq o günlər geridə qalmışdı. Hansı günlər? O günlər burada təyindir. 4-cüdə işdə nailiyyətlərinə görə o mükafata layiq görüldü. Kim mükafata layiq görüldü? O. 5-ci cümləmizdə bu isə kolleksiyamdakı ən qədim markadır. Nə kolleksiyamdakı ən qədim markadır? Bu mübtədadır. 6-da o ölkələrə səyahət etmək çoxdankı arzumdur. Burada da hansı ölkələrə, o ölkələrə təyin olubdur. Çalışma belə deyir ki, cümlələrdə o və bu əvəzliklərindən sonra uyğun yerlərdə vergül qoy. O və bu əvəzliklər mübtəda yerinə çıxış edirsə, kim nə suallarına cavab verirsə, onlardan sonra vergül qoyulur. Amma qoyulmayan vaxtlar da var. Nə vaxt qoyulmur? Kim nə sualına cavab versə də qoyulmayan vaxtlar onlardakı əvəzlik, feil, feili bağlama, məsdər, köməkçi nitq hissələri olarsa vergül qoyulmur. Feili sifət gələndə vergül qoyulur. Modal, nida, modal sözlər nida gələndə də vergül qoyulur. Yəni bunlar da istisnadır. Deməli, çalışma B-yə baxırıq. Birinci cümləmizdə bu da uşaqların marağına səbəb olan əsərlərdən biridir. Burada artıq köməkçi nitq hissəsi gəlib, ona görə burada vergül qoyulmamalıdır. İkinci cümləmizdə bu dünya tarixində ilk kitab nümunəsi sayılır. Nə dünya tarixində? Bu, ona görə ikinci cümləmiz nə sualına cavab verdiyinə görə və ondan sonra da isim gəldiyinə görə vergül qoyulur. Üçüncü cümləmizdə o qaça-qaça avtobus dayanacağına yaxınlaşdı. Odan sonra feili bağlama gəldiyinə görə vergül qoyulmur. Dördüncü cümləmizdə o qısa müddətdə böyük uğurlara imza atdı. Kim? O. Vergül qoyulur, çünki odan sonra sifət gəlibdir. Çalışma C-də deyir ki, o və bu əvəzliklərindən sonra vergülün qoyulması ilə bağlı səhvləri tap. Qaydaları əsasən fikrini əsaslandır. Deməli, birinci cümləmizə baxaq. Bu inan bizi daha yaxşı çalışmağa ruhlandırır. Hansı inan? Bu inan. Burada artıq vergül qoyulmamalı idi. Əsaslandırmamız da odur ki, deməli, uşaqlar, burada mən tez bir zamanda yazdım. Birinci cümləmizdə vergül niyə qoyulmamalıdır? Çünki təyin vəzifəsində işarə vəzlidir. İkinci cümləmizdə düzgün qoyulubdur, çünki ondan sonra sifət gəlibdir. Üçüncü cümləmizdə bu əvəzlikdən sonra vergül qoyulmamalıdır, çünki bu əvəzlikdən sonra əvəzlik gəlibdir. Dördüncü cümləmizdə o əvəzlikdən sonra vergül qoyulmamalıdır, çünki odan sonra köməkçi nitq hissəsi gəlibdir. Beşinci cümləmizdə bu atamın ən çox sevdiyi kitabdır. Nə atamın ən çox sevdiyi kitabdır? Bundan sonra da isim gəldiyinə görə vergül qoyulmağı normaldır. Birinci, üçüncü, dördüncüdə vergül qoyulmamalı idi. İndi isə keçək çalışma C-yə. Çalışma C-də deyir ki, o və bu əvəzliklərini cümlədə mübtəda vəzifəsində işlət. Uyğun yerlərdə vergül işarəsindən istifadə et. Gəlin mən bunu da yazım, sizə göstərim. Deməli, burada da yazdım ki, o dərslərini yaxşı oxuyur. Kim? O. Bu maraqlı kitabdır. Nə maraqlı kitabdır bu? O gözəl nitqə sahibdir. Kim? O. Bu dünyada ilkdir. Nə dünyada ilkdir? Bu. İndi isə keçək növbəti 56-cı səhifəyə. Deməli, uşaqlar, səhifə 56-da Azərbaycanda ilk naşirlər mətninə uyğundur. Dərslik səhifə 86-88. Çalışma A-da deyir ki, Azərbaycanda ilk naşirlər mətninə əsasən krosfordu həll et. Yuxarıdan aşağıya olanları gəlin yazaq. Azərbaycanda mətbəənin fəaliyyət göstərdiyi ilk şəhərlərdən biri bu Şuşa şəhəri idi. İkincidə 19-cu əsrin sonunda Azərbaycanda mətbəə açan qardaşlar, bu da Ünsüzadə qardaşları idi. 19-cu əsrin sonlarında Azərbaycanda mətbəə açmışlar. Yazaq. Üçüncüdə Bakıda elektrik enerjisi ilə işləyən ilk mətbəənin sahibləri, bu da Orucovları qardaşları idi. Bakıda ilk elektrik
mətbəəsinin sahibi. Orucov qardaşları idi. Soldan sağa Əkinçi qəzetinin yaradıcısı bu Həsən bəy Zərdabi idi. Deməli yazaq. Beşincidə Azərbaycan mesenatı, bu da Hacı Zeynalabdin Tağıyev idi. Altıncıda Azərbaycan yazısı Poçt qutusu hekayəsinin müəllifi Cəlil Məmmədquluzadə. İndi isə keçək çalışma B-yə. Çalışma B-də də deyir ki, mətnə istinad edərək aşağıdakı fikirlərin doğru, yanlış, yoxsa ehtimal olduğunu müəyyənləşdirin. Birincidə deyir ki, Əkinçi Azərbaycan dilində yayımlanan ilk milli qəzetdir. Bəli, bu doğrudur. İkincidə deyir ki, 22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd edilir. Bəli, bu da doğrudur. Üçüncüdə Əkinçi qəzetinin ilk nömrəsi İstanbulda nəşr edilmişdir. Xeyr, bu İstanbulda nəşr olunmayıb. İstanbuldan sadəcə ləvazimatları gətirilibdir. Bakıda nəşr olunubdur. Dördüncüdə deyir ki, Orucov qardaşları Almaniyada təhsil almışdılar. Bu ehtimaldır. Ehtimal. Beşincidə Bakıda Qızlar Məktəbinin binası Tağıyevə məxsus idi. Bəli, bu doğrudur. İndi isə keçəyin çalışma C-yə. Çalışma C-də deyir ki, Azərbaycanda ilk naşirlər mətninə əsasən hadisələrin ardıcıllığını müəyyən edin. Birinci, Azərbaycanda ilk çap dəzgahı Təbrizdə quraşdırıldı. Bu birinci olubdur. İkinci, Şuşada mətbəə fəaliyyətə başlamışdı. Üçüncü, Əkinçi qəzeti ilk nömrəsi işıq üzü görüldü. Dəqiqə. Sonra, deməli, birinci Azərbaycan kitab dəzgahı Təbrizdə quraşdırıldı. Şuşada mətbəə fəaliyyətə başlamışdı. Əkinçi qəzetinin ilk nömrəsi işıq üzü gördü. Ünsüzadə qardaşları mətbəə açdılar. Cəlil Məmmədquluzadə və Ömər Faiq Nimanzadə mətbəə açdılar sonra. Sonda da Bakıda elektrik enerji ilə işləyən ilk mətbəə yaradıldı. Bu da 6-cıdır. Uşaqlar, bugünlük bu qədər. Abunə deyilsə kanala abunə olun, bəyənin, şərh bölməsində də şərhlərinizi yazın. Hələlik.